Today I'm going to represent you a new unit called Stages of Life. During my explanation, I will try to teach you the correct intonation, pronunciation, definition, and translation of the vocabulary. So let's get started and try to make the most of it. Əziz tələbələrimiz, adından da bəlli olduğu kimi, demək bizim bölməmizin adı həyatın mərhələləridir və biz hər bölməyə, yeni bölməyə başlayarkən, demək o bölmənin yeni sözləri ilə tanış oluruq, onların hansı nitq hissəsinə aid olduğunu, onların doğru, düzgün tələffüzünü və doğru izahlarını tapmağa çalışırıq. Bu gün isə həyatın mərhələləri adlı bölməmizdə yenə bizim 8 dənə yeni sözümüz vardır və biz indi onların doğru izahları, tərcümələri və doğru izahları ilə tanış olacağıq. Gəlin başlayaq. Birinci sözümüz adapt to. Adapt to nitq hissəsi olaraq verb, yəni feildir və uyğunlaşmaq mənasına gəlir. İndi isə doğru izah tapmağa çalışaq. A variantında change your life to make it similar to others' life. Öz həyatınızı başqalarının həyatına oxşatmağa çalışmaq üçün həyatınızı dəyişmək. B variantında isə change your ideas or behaviors to make them suitable for a new station. İdeyalarınızı və davranışlarınızı yeni vəziyyətə uyğunlaşdırmaq üçün dəyişməkdir. Burada demək biz adaptasiya sözünün uyğunlaşmaq sözünü demək doğru izahı yeni vəziyyətə uyğunlaşmaq kimi tərcümə edə bilərik. Doğru variant burada B variantı olacaq. İkinci sözümüz isə sufficient, nitq hissəsi olaraq adjective, yəni sifətdir və müstəqil sərbəst mənasına gəlir. İndi isə gəlin onun doğru izahını tapmağa çalışaq. A variantında able to care of yourself or deal with problems without help from others. Özünün qayğısına qalmaq, yəni özünə baxmaq və başqalarının köməyi olmadan öz problemlərindən başa çıxmaq, batıracağı. B variantında isə able to take care of others or solve others' problems. Başqalarının qayğısına qalmaq və digərlərinin problemlərini həll etmiş bacaracağı. Burada isə də biz sərbəst müstəqil olduğu üçün doğru variantımız A variantı olacaq. Adulthood üçüncü sözümüz nitq hissəsi olaraq noun, yəni isimdir. Geniş mənasına gəlir. Bu zaman doğru definitionu, yəni doğru izah tapmağa çalışaq. A phase of life that starts when people are 20. Demək, insanlar 20 yaşa çatan zaman olan həyatın mərhələsi. B variantında isə a phase of life before people became teenagers. Burada isə teenager sözü uşaqlar bilirsiniz, yeniyetmə deməkdir. Yeniyetməlikdən əvvəl insanların olduğu həyat demək dövrü. Bu isə uyğun gəlmir, çünki yeniyetməlikdən əvvəl biz yetkin ola bilmirik. İnsanlar 20 yaşından sonra yetkin yaşına keçirlər. Dördüncü sözümüz self-discovery, yəni nitq hissəsi olaraq N, yəni noun, özünü kəşf mənasına gəlir. İngilis dilində self sözü həmişə özünün kimi tərcümə olunur. Discovery isə burada isim formasında. İndi isə doğru izah tapmağa çalışaq. The process of learning about the details of your job. Demək ki, burada izah verməyə çalışır ki, demək, işinizin detalları haqqında öyrənmək prosesi, işinizin detalları haqqında öyrənmə prosesi. B variantında isə the process of learning about yourself and your beliefs. Burada da gördüyünüz kimi about yourself, yəni özünüz və your beliefs və öz inanlarınız haqqında öyrənmə prosesi. Beşinci sözümüz passive, nitq hissəsi olaraq yenə verb, izləmək, təqib etmək, ardınca getmək kimi tərcümə oluna bilər. Doğru izahı isə tapmağa çalışaq. If you pursue a plan, you try to do it or achieve it. Əgər sən hər hansısa bir planı təqib edirsənsə, yəni onu izləyirsənsə, yəni onu ardına gedirsənsə, bu zaman sən onu etməyə və yaxud da ki, əldə etməyə çalışırsan. B variantında isə if you pursue a plan, you don't show interest to succeed.
Burada uşaqlar you don't show interest sözündən artıq biz anladıq ki, yəni maraq göstərməmək mənasına gəlir və tərcümədə isə əgər sən bir planı izləyirsənsə, o planın ardını gedirsənsə, demək sən uğur qazanmaq üçün heç bir maraq göstərmirsən, B variantı səhv, A variantı isə doğru variantımız olur. Altıncı sözümüz isə adolescence. Adolescence yeni getməlilik mənasına gələn sözümüzdür. Biz qısası olaraq noun, yəni isimdir. Doğru izah isə a phase of life between the ages of 10 and 19. Yəni 10 və 19 yaş arasında olan həyat dövrü deyək. B variantında isə a phase of life before people reach 10 years old. Yəni insanlar 10 yaşına çatmamışdan əvvəlki həyat dövrü, demək bu 10 yaşından əvvəlki dövr yeniyetməlik ola bilməz, 10 yaşdan əvvəlki, bu 10 yaşdan sonraki, yəni 10-19 yaşı əhatə edən bir dövr ola bilər. Adolescence, yəni yeniyetməlik. 7-ci sözümüz isə, əziz tələbələr, retirement sözüdür. Retirement təqaüd sözüdür. Bunu həm də retire kimi feil forması da var, təqaüdə çıxmaq. Burada isə biz burada noun formasını görürük, yəni isim forması və burada doğru izahını tapmağa çalışaq. A period of life when people become grandparents. Bu dövrün elə bir dövrdür ki, insanlar bu dövrdə nənə baba olurlar. B variantına baxaq. A period of life when people stop working as they are over 60. Bu dövrdə isə elə bir dövrdür ki, insanlar demək işləməyi dayandırırlar və onlar 60 yaş olduqları üçün işləməyi dayandıran bir həyat dövrü. Demək bizdə uyğun gələn variantımız B variantıdır. Əgər əziz tələbələr fikir verdinizsə, yəni biz bu sözlərin hamısında demək bizim bölmənin demək məqsədinə uyğun olaraq yaş dövrlərinə aid sözlərinə daha çox qarşılaşdıq. Deyək ki, adulthood, adolescence, retirement kimi sözlər həyatın müəyyən mərhələlərini ifadə edən sözlərdir ingilis dilində. 8-ci sözümüz double down on something. Phrasal verb yəni birləşmədir bəzi tələbələr. Yəni bir şeyin üzərində artıq çalışmaq, ikiqat çalışmaq kimi tərcümə oluna bilər. İndi isə sözlərin demək doğru izahını tapmağa çalışaq. A variantında increase one's efforts or focus on doing something. İngilis sözünü biz artırmaq, inkişaf etdirmək mənasını olduğunu bilirik. Kimisə cəhdlərini və yaxud da ki, diqqətini nəyisə etməyə artırmaq, yəni bir insan nəyisə etmək üçün cəhdini və diqqətini artırır. B variantında decrease the amount of time one spends on doing something. Yəni bir insan nəyisə bir şey edərkən, o iş üçün zamanının azaldılması. Burada isə double down sözünün tərcüməsi daha artığını etmək, daha artıq çalışmaq mənasında olduğu üçün, yəni biz A variantını doğru variant kimi qəbul edirik. Əziz tələbələr, biz burada bu tapşırıqda sözlərin doğru tərcüməsi, onların doğru izahları və hansı hissəsinə aid olduğunu sizinlə birlikdə müəyyənləşdirdik. Və ümid edirəm ki, bu bölməni oxuyan zaman bu sözlər sizin köməyiniz gələcək və çətinlik çəkmədən mətnləri və tapşırıqları uğurla həll edə biləcəksiniz. Üçüncü tapşırığımızda isə öyrəndiyimiz sözlər əsasında yeni tapşırıq var. Yəni biz o sözləri daha da möhkəmləndirmək üçün, onların cümlə tərkibində necə işləndiyini öyrənmək üçün belə bir tapşırıqdan istifadə edirik və yeni sözlərimizi tapşırıqda uyğun gələn yerlərə qoymağın şərti ilə. Və tapşırığın şərtində də lazım olan yerdə biz sözlərin formasını da dəyişə bilərik. Sözlərin formasını deyək ki, yəni bu zaman ola bilər, indiki zamandan keçmiş zaman keçə bilər və yaxud da ki, tək formasından cəm formasına keçə bilər. Eləcə də sözlərin cümlədə yeri yəni bizə onları düzgün təyin etməyə imkan verəcək. Beləliklə, birinci sualımızdan başlayaq. Artıq birinci sözümüzdə adulthood sözü istifadə olunmuşdur. Cümlənin tərcüməsinə baxsaq isə, in his middle adulthood, at the age of 43, Kerim decided to change his career and became an actor. Demək, öz orta yaşlarında, yəni yetkinliyində belə deyə bilərik, yəni 43 yaşında Kerim qərar verdi ki, karyerasını dəyişsin və bir aktyor olsun və aktyor olsun. Yəni, burada adulthood sözündən istifadə olunmuşdur. Şimdi sözümüzə baxaq.
Studying abroad from an early age made him become at an early age. Yəni burada ulduzların yerinə uyğun gələn söz əziz tələbələr self-sufficient olacaq. Çünki self-sufficient sözünü biz artıq bura yerinə yazdıqdan sonra cümləmizin tərcüməsi tam düzgün alınacaqdır. Erkən yaşlarında xaricdə təhsil almaq onu erkən yaşda sərbəstləşdirdi, sərbəst biri etdi. Burada self-sufficient sözü uyğun gəlir. İkinci sözümüzdə is a phase of life that comes after childhood. Burada biz childhood sözünün uşaqlıq olduğunu bilirik, yəni uşaqlıq dövrü olduğunu bilirik və bu hansı bir prosesdirsə, hansı bir dövrdirsə, uşaqlıq dövründən sonra gələn bir dövrdür. Bu da uşaqlıq dövrdən sonra gələn dövr isə yeniyetməlik olur. Bu zaman biz adolescence sözündən istifadə edirik. Adolescence is a phase of life that comes after childhood deyə bilərik. Üçüncü sözümüzdə, daha doğrusu cümləmizdə, he decided to take an early, burada retirement sözündən istifadə edəcəyik. Nə üçün? Çünki burada həm buradakı an artiklı məni məcbur edir ki, yəni mən bundan sonra nitq hissəsi olaraq isim seçməliyəm. Sonra isə sifət istifadə olunubdur. Retirement sözü də həm tərcümə baxımından, həm də nitq hissəsi olaraq düzgün gəldiyi üçün burada retirement sözündən istifadə edirik. İndi isə birlikdə sözün, daha doğrusu cümlənin doğru tərcüməsinə baxaq. O qərarı aldı ki, erkən təqaüdə çıxsın və ailəsi ilə birlikdə dünya səyahəti eləsin. Növbəti cümləmizdə it took me a while to adapt to my new life in Los Angeles. Məncə çox asan bir cümlədir. Çünki burada Los Angeles'da yeni həyata uyğunlaşmaqdan əlbəttə danışır və tam tərcümədə isə Los Angeles'da yeni həyatıma uyğunlaşmaq mənim bir müddət vaxtımı aldı. Yəni bir müddətdən sonra mən Los Angeles'dakı həyatıma uyğunlaşa bildim. Yeni sözümüz adapt to, burada to isə ondan sonra yeni feil istifadə olunacağını bizə işarə edir. This year he has his efforts to enter the university. Uşaqlar, universitetə qəbul olmaq və effort sözünü görürük. Yəni burada çalışmaq, cəhd mənasını görürüksə, bu əlbəttə ki, double down sözü olacaq. Yəni o, bu il universitetə qəbul olmaq üçün öz cəhdlərini daha artırır, 2 qat artırır, daha da sayla çalışır ki, demək, universitetə qəbul ola bilsin. İkinci, növbəti cümləmizdə isə if you set any goal, do your best to pursue that goal and you will make it in the end. Burada cümləmizə tam olaraq baxmamız lazım əziz tələbələrimiz. Burada set any goal sözünü görürük biz. Yəni set any goal yəni özünə məqsəd qoymaq mənasına gəlir. Bir də do your best yəni əlindən gələni etmək mənasında və cümlənin sonuna isə baxıram ki you will make it in the end. Sən bunu sonda bacaracaqsan, yəni eləyə biləcəksən mənasına gəlir və burada demək düzgün tərcüməmiz isə, düzgün sözümüz isə pursue olacaq. Pursue sözünün mənasını biz bayaq qeyd etdik. İzləmək, arxasınca getmək mənasını verirdi. İndi isə tam tərcüməni baxaq. Əgər sən özünə yeni bir məqsəd qoyursansa, əlindən gələni etməlisən ki, demək, həmən məqsədin ardınca gedəsən və sonda isə sən bunu qazanmış olacaqsan və sonda sən bunu əldə edəcəksən. Axırıncı cümləmizdə isə she describes this painful experience as the start of her self-discovery journey. Burada self-discovery sözündən istifadə edəcəyik və çünki burada biz artıq burada her əvəzliyini görürük, yarış əvəzliyini görürük və ondan sonra da demək deyək ki, isim və sifət isim birləşməsini işlətməyimiz çox böyük ehtimaldır. Bu zaman cümlənin tərcüməsinə bax, aziz tələbələrimiz, demək, o, demək, bu ağırlı təcrübəni özünü kəşfin bir başlanğıcı kimi təsvir edir. Describe sözünün təsvir etmək sözünü bilirik. Painful experience isə ağrılı təcrübə. The start of her self-discovery journey, yəni özünü kəşfin səyahətin başlanğıcı kimi tərcümə edə bilərik.
Əziz tələbələr, ümid edirəm ki, bu bizim 7-ci bölməmizdə, 10-cu sinifin 7-ci bölməsində bizim üçün ayrılan bu bölmədə sözlərlə tanış olmağınız, onları düzgün tərcüməsini bilməyiniz, doğru izahlarını bilməyiniz sizə böyük kömək göstərəcəkdir və bundan sonraki bölmədə, daha doğrusu bu bölmə daxilində siz bu sözlərdən istifadə edərək daha doğru, düzgün tərcümələr edib tərcümələr öhdəsindən gələ biləcəksiniz. Hamınıza uğurlar.